Sanitariya-epidemioloji xidmətlər MMC tibbi tullantıların idarə olunması 2 seminarını keçirdi. Seminarda bir sıra tibb işçiləri, dövlət və özəl təşkilatların nümayəndələri iştirak etdilər. Seminarın əsas məqsədi tibbi tullantıların düzgün şəkildə toplanması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi haqqında maarifləndirici fikirlər bölüşmək idi. Çıxış edənlər düzgün idarə olunmayan tibbi tullantıların fəsadları barədə məlumat verdilər. Tibbi tullantılar düzgün idarə olunmayan zaman bir çox infeksion xəstəliklər yarana bilər. Hepatit B, C, HIV xəstəliyi, vərəm və xəstəxanadaxili infeksiyalar da aid edilir. Onların vaxtında toplanması, çeşidlənməsi, zərərsizləşməsi çox bir əhəmiyyət kəsb edir. Tibbi tullantıları düzgün neytrallaşdırmadıqda, orada olan mikroblar uzun müddət xarici mühitdə qaldıqda parçalanaraq bir formadan digər formaya keçə bilir və yuxarı tənəffüs yolları hava ilə birbaşa kontaktda, təmasda olan orqanlardır. Və həmin o mikroblar ağız boşluğunda, burun boşluqlarında yerləşərək qala bilirlər və əlverişli şərait yarananda da aktivləşə bilirlər. Düzgün idarə olunmayan tibbi tullantıların ətraf mühitə vurduğu zərərlər sadalandı. Tibbi tullantıların təhlükəliləri olur, təhlükəsiz olur. Təhlükəlilərin torpağa sızmağı, torpağın çirklənməsi, suya düşəndə, dioksinlərin və digər qazların emissiyası havaya, bunlar hamısı çox mənfi bir təsir göstərir. Məsuliyyətsiz davranılan tibbi tullantıların gələcək nəsillərin inkişafındakı fəsadları vurğulandı. Zəif orqanizmi olan hamilə qadınlardır ki, bunların immunitetləri aşağı düşür, bətn daxili uşağa çox mənfi təsir edir. Ona görə tibbi tullantıların hepatit A-dır, B-dir, C-dir, sonra HIV dediyimiz bir xəstəlikdir, başqa xəstəliklər, çox xəstəliklər var ki, çox asanlıqla iynə və qanla bir xəstədən başqasına götürürük. Onun infeksiyalar nəticəsində dünyaya gələcək körpələrdə bütün ağırlaşmalar, bütün hətta eybəcərliklər də əmələ gəlir. Vaxtından qabaq doğulan körpələr olur. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnun qorunması, təmin olunması baxımından tibbi tullantıların mühafizə olunması, lazım olan standartlara uyğun, yəni təhlükəsiz qaydada utilizasiyası məsələləri bunlar bu baxımdan nizamlar. Yəni konstitusiya burada ümumi çərçivə müəyyənləşdirir ki, həmin çərçivə əsasında bizim milli qanunvericilik, milli standartlar inkişaf edir. Bu kimi seminarların əhəmiyyəti qeyd olundu. Tibb sahəsində çalışanlar üçün təşkil olunmuşdur. Həm tibb sahəsində tibbi tullantıların çeşidlənməsi, toplanması və daşınması haqqında məlumatlar verildi. Eyni zamanda bunun əhəmiyyəti haqqında məlumatlar verildi. Bu mövzu bildiyiniz kimi həm insan sağlamlığına, həm ekologiyanın qorunması üçün vacibdir. Növbəti seminarlarımızda iştirak etmək üçün sizləri dəvət edirik. Seminarda həmçinin sanitariya-epidemioloji xidmətlər MMC-nin məhsullarının bir hissəsi nümayiş edildi. Növbəti seminarlarda görüşənədək.